Salam, hər vaxtınız xeyir. Deməli, bugün 17 may tarixində keçirilən OTK-nın biologiya suallarını izah eləyəcəm sizə. Gəlin başlayaq. Deməli, birinci sualımızda deyilir ki, badımcan çiçəklər haqqında, yəni olan düzgün ifadələri göstərməliyik burada, ifadəni göstərməliyik. Badımcan çiçəklərin əksəriyyəti küləklə çarpaz tozlanır. Bu yanlışdır. Badımcan çiçəklərin əksəriyyəti həşəratla tozlanır və ya öz-özünə tozlanan nümayəndələri var. Gövdə və yarpaqlarında ifrazat toxumasına rast gəlinir. Bəli, bu doğrudur. Onlarda gövdə və yarpaqlarında xüsusi tükçüklər vardır ki, bunlar da müəyyən maddələr ifraz eləyir. Bu da ifrazat toxumasına rast gəlinir. Doğrudur. Deməli, cavabımız olacaq B variantı. Digər variantları da nəzərdən keçirək. Çiçəklərində bitişik ləçəklər qayıqçıq adlanır. Xeyr, bu badımcan çiçəklər fəsiləsində yox, paxlalar fəsiləsində idi. Əksər nümayəndələri ağac şəkillidir. Xeyr, badımcan çiçəklərinin əksəriyyəti birilik və ya çoxillik otlardır. Çiçəyində struktur elementlərinin sayı 16-dır. Baxın, mən təxmin edirəm ki, yəni bu ifadəni çox tələbə səhv başa düşür. Bəlkə də elə Y variantında götürənlər olubdur. Baxın, çiçəyində struktur elementlərinin sayı biz ümumi badımcan çiçəklər fəsiləsinin badımcan çiçəklər fəsiləsinin çiçək düsturunu yazanda K5, L5, Y5 bir də D1 yazırıq, elə deyil. Siz bunların hamısını toplayanda 16 alırsınız. Yəni deyə bilərsiniz ki, niyə 16 deyil? Baxın, burada elementlərlə struktur elementləri başqa şeydir. Struktur elementi məsəl üçün bu dişiciyi bilirsiniz. Badımcan çiçəklərin dişiciyi 2 meyvə yarpağından əmələ gəlir. 2 dənə meyvə yarpağı birləşir, bir dişicik əmələ gətirir. Əgər struktur elementi dedikdə siz bu meyvə yarpağının ikisini də nəzərə almalısınız. Yəni bir dənə dişiciyi yox. Axı o da onun strukturuna daxildir. Bu o zaman o eləyəcəkdi 5 üstə gəlinsin, 5 üstə gəlinsin, 5 üstə gəlinsin 2 olacaqdı. Bu zaman 17 edəcəkdi. Yəni 16 yox. Ümid edirəm nə demək istədiyimi başa düşürsünüz. Yəni bir də təkrarlayıram. Struktur elementi dedikdə hər badımcan çiçəklərin bütün nümayəndələri üçün struktur elementləri sabit deyil, dəyişkəndir. Dişicik özü 2 dənə meyvə yarpağından əmələ gəlir. Sən dişiciyi bir götürə bilməzsən, hamısını bir götürə bilməzsən struktur elementi olaraq. 2 meyvə yarpağından əmələ gəlibsə 2 götürəcəksən. Ona görə də bu dəyişkən də 16 da ola bilər, 17 də ola bilər. Biz ona görə doğru cavab burada olacaqdır. B variantı. İkinci sualımıza baxaq. İnsanda gözün köməkçi aparatının qüsurudur və ya xəstəliyidir. Toyuq korluğu. Xeyr. Toyuq korluğu torlu qişada yerləşən çöpçüklərin fəaliyyətinin pozulması nəticəsində əmələ gəlir. Yəni bu əsas aparatdır torlu qişa. Köməkçi aparata aid deyil. Çəpgözlük. Bəli, doğru cavab çəpgözlük olacaq. Niyə? Çəpgözlük çünki gözə hərəkət edən əzələlərin deformasiyası nəticəsində çəpgözlük yaranır. Gözü hərəkət elətdirən əzələlər də köməkçi aparata aid olduğuna görə bunu götürürük. Daltonizm. Daltonizm xeyr. Bu da yenə belə deyək. Torlu qişada olan kolbacıqların fəaliyyətinin pozulması nəticəsində yaranır. Bunu da götürmürük. Yəni əsas aparata aiddir. Yaxından görmə. Yaxından görmə billurun və yaxud da ki göz almasının forması dəyişməsi nəticəsində olur. Yəni billur bunlar hamısı əsas aparatdır, köməkçi aparat deyil. Katarakt. Katarakt da yenə billurun bulanmasıdır. Yəni köməkçi aparat deyil, əsas aparata aiddir. Üçüncü suala baxaq. Bir hüceyrələr yarım aləminə aid deyildir. Trimpanosom. Bəli, trimpanosom bir hüceyrələrə aiddir. Hansı ki qamçıllar sinfinin nümayəndəsi idi. Foraminifer. Foraminiferlər özləri belə deyək də sarkodinlər sinfinin, yəni kök ayaqlara aiddir. Amoeblərə aid olan bir nümayəndədir. Bu da bir hüceyrəlidir. Leishmania. Leishmania da qamçıllar sinfinin nümayəndəsidir. Aktinia. Aktinia isə bağırsaq boşluqlulara aiddir. Bir hüceyrəli deyil, çox hüceyrəlidir. Radiolari. Bunlar da foraminiferlərlə eyni kök ayaqlılara, yəni amoeb kimlərə aiddir. 3-də olacaqdır D variantı. Kök pöhrəsi. Dördüncüsü, baxın, kök pöhrəsi nədir? Kök pöhrəsi kökdən inkişaf eləyən cavan zoğdur. Kök pöhrəsi kökdən inkişaf eləyən cavan zoğdur. İndi baxaq variantları. Deyir ki, kök pöhrəsi kök çiliyidir. Bu səhvdir. Kök çiliyi kökdən vegetativ çoxalma üçün götürülən bir hissədir. Cavan zoğ falan deyil. Yəni kök pöhrəsi kök çiliyi deyildir. Kök çiliyi sadəcə vegetativ çoxalma üçün götürülən bir hissədir. Üzərində bilavasitə yan köklər inkişaf edə bilər. Xeyr. Kök pöhrəsi bir zoğdur. Zoğun üzərində bilavasitə yan köklər yox. Bilavasitə əlavə köklər inkişaf edir. Əlavə köklərin üzərində yan köklər inkişaf edir. Əgər burada bilavasitə sözü deyilməsəydi düz ola bilərdi. Amma bilavasitə yan kök inkişaf eləmir. Axı yan kök digər köklərin üzərində inkişaf edir. Ona görə bu da səhvdir. Təpə tumurcuğundan inkişaf edir. Xeyr, yadınızda saxlayın. Kökün üzərində heç vaxt təpə tumurcuğu ola bilməz. Təpə tumurcuğundan inkişaf eləmir, yəni.
Kökün əlavə tumurcuğundan inkişaf edir. Bəli, kökün üzərində olan tumurcuqlar elə əlavə tumurcuqlardır. Kökün əlavə tumurcuğundan kök pöhrəsi inkişaf edir. Kök pöhrəsi də kökdən inkişaf edən cavan bir zoğdur, yerüstü zoğdur. Kökün yerüstü şəkil dəyişməsidir. Xeyr, şəkil dəyişmədə deyildir, zoğdur, yəni gövdədir. Burada olacaqdır, əlavə tumurcuğundan inkişaf edir, D variantı. 5-ci sualımıza baxaq. Deməli, Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. İlanla tısbağa verilibdir. Suda və quruda yaşayan nümayəndələri var. Bu hər ikisinə aiddir. Həm ilan, məsələn, su ilanları var, tısbağa da su tısbağalar var, quruda yaşayan tısbağalar var. Ortaqdır. Çənələrində dişlər olmur. Tısbağanın çənəsində diş yoxdur. Deməli, 2-yə aiddir 2. Aha. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır. İlanlar da belədir. Çənələri elastik bağlara malikdir. Yenə ilanlara aiddir. Çanağa malikdir. İlanlarda çanaq yoxdur. Tısbağaların çanağı vardır. Ürəyi 3 kameralıdır. Hər ikisi sürünənlərə aiddir. Sürünənlərin ürəyi də 3 kameralı olduğuna görə 3-ə də ortaqdır. Deməli, 5-də 3-ə 1 6, 1-ə 3 4, 2-ə də 2 5 doğru cavab edəcəkdir. Y variantı. 6-cı sual. Deyir ki, insan skeletində ətrafların neçə sümüyü bilavasitə gövdə sümüklərinə birləşir. Baxın, ətraflarda qurşaq və sərbəst hissələr vardır, elə deyil. İndi gəlin baxaq qurşaq hissə. Ön ətrafların qurşaq hissəsinə nələr aid idi? Bir cüt körpücük və kürək sümükləri aid idi. Kürək sümükləri gövdə skeletinə birləşmir. Yadınıza saxlayın. Onlar arxadan əzəllərə birləşir. Yəni kürək sümükləri gövdə skeletinə birləşmir. Kürək sümükləri ətrafların sərbəst hissəsinə birləşir. Yəni bazı sümüyünə birləşir. Ona görə kürək sümüyü getdi. Kürək indi körpücük. Körpücük sümükləri bəli, gövdə sümüyünə bilavasitə birləşir. Öndən döş sümüyünə birləşirlər. Körpücük sümükləri hər ikisi öndən döş sümüyünə birləşirlər. Körpücük sümüklərinin sayı da 2 ədəd olduğuna görə, deməli 2 dənəsi oldu. Artıq 2 dənə var əlimizdə. İndi keçək arxa ətraflara. Arxa ətraflarında qurşaq hissəsinə aiddir çanaq sümüyü, elə deyil. Çanaq sümüyü arxadan gövdə skeletinə aid olan omo sümüyünə birləşirmi? 2 dənə də çanaq sümüyü, elə deyil. İkisi də arxadan omo sümüyünə birləşir. Deməli 2 dənə də çanaq oldu. Cavab eləyəcəkdir burada. 2 dənə deməli 2 dənə də çanaq sümüyüdür. Bilavasitə gövdə sümüklərini birləşdirən çanaq sümükləri və körpücük sümükləri oldu. 4 ədəd sümük. Davam eləyək. 7-ci sualımız. İnsan orqanizmində böyrək ləyənlərinin sayı və X-in sayı, yəni bir-birinə bərabərdir. İnsan orqanizmində 2 dənə böyrək var. Böyrək ləyənlərinin sayı da 2-yə bərabərdir. Deməli, A-mız 2-dir. Deməli, burada X elə bir şey olmalıdır ki, sayı 2-yə bərabər olan bir şey olsun. X-i müəyyən edin. Böyrək arteriyaları, bəli, hər böyrəyə bir dənə arteriya gəlir. Yəni, ümumi 2 dənə arteriya, biri götürürük. Böyrək venaları, böyrək venalarda hər böyrəyə 2 dənə vena gəlir. Deməli, 2-ni də götürürük. Böyrək piramidləri, xeyr, böyrək piramidləri bir böyrəkdə çoxlu piramid vardır. Haradasa 15-20-yə yaxın piramid vardır. Ona görə çoxdur, 2-yə bərabər deyil. Sidik toplayıcı kanal. Sidik toplayıcı kanalların sayı da, yəni bunların sayı da çoxdur. Bunu da götürmürük. Sidik axarlarına gəldikdə, sidik axarlarda bəli hər böyrəkdən bir dənə çıxır, yəni 2 dənədir. Doğru cavab olacaqdır D variantı. Qədəhə bənzər kapsulda bunlar da çoxdur. Yəni nefronlara aid olduğuna görə biz də dedik ki, hər böyrəkdə 1 milyondan çox yəni nefron var. Qədəhə bənzər kapsulda həmçinin o qədər olacaqdır. Yəni 2-yə bərabər deyil. 7-də olacaqdır D variantı. 8-ci sual. Deməli, hansı məməlilərin torpaq üzərində, ağacda, torpaqda yaşayan, həm də yarımsa həyat tərzi keçirən növləri vardır? Baxın, burada onu demək istəyir ki, bu elə bir canlı olsun ki, elə bir dəstə olsun ki, bütün ekoloji şəraitdə yaşamağa uyğunlaşsın. Hər yerdə yaşamağa, yəni biz onu hər yerdə görə bilirik də, yəni bu şəkildə izah edeyim sizə. Bu da olacaqdır gəmiricilər, yəni siçandır, siçovuldur, sincabdır. Bunları hər yerdə hardasa yəni görə bilirik də, ona görə olacaqdır Y variantı. Davam eləyək. 9-cu sual. Deməli, glikoza glikogenə parçalanıbdır. Bu prosesi tənzimləyən hormonun tərkibinə nə daxildir? Baxın, glikoza qaraciyərdə glikogeni parçalayan insulin hormonudur. Mədalatı vəzninin ifraz elədiyi insulin hormonudur. Yəni o glikozanın miqdarını azaldır. Niyə? Çünki glikogeni parçalayır. İnsulinin tərkibinə də sink daxildir. 10-cu sual.
Miçurin tərəfindən sarı belfer ilə kitaykanın çarpazlaşdırılmasından alınan bitkilərin meyvələri əvvəlcə turş oldu. Bu əlaməti aradan qaldırmaq üçün hibridlərin çətirinə sarı belferdən götürülmüş qələmlər calaq edildi. Bəli, burada doğru cavab A olacaqdır. Niyə? Sarı belfer yaxşı meyvələri olan, şirin dadı olan bir forma idi, elə deyil. Əgər ki, sən çarpazlaşdırdığın hibridi turş almısansa, sən o yaxşı meyvəni ona calaq eləməlisən ki, o özü də yaxşı olsun. Yəni həmin o turş forma, cır forma özü də yaxşı olsun. Ona görə də onda edəcəkdir A variantı. 11-ci sual. Bakteriyaların başlanğıc sayı, yəni N0 bizə verilib 5. Bölünməyə sərf olunan zaman 110 dəqiqə. Bölünmə nəticəsində əmələ gələn bakteriyaların sayı da 160. Belə bir düsturumuz var idi. N bərabərdir N0 vurulsun 2 üstü N. N də nəsil sayıdır burada. Bölünmələr arasında müddət eyni olarsa iki ardıcıl bölünmə arasındakı vaxtı hesablayın. Normalda deyirdik ki 20-30 dəqiqədən bir bölünür də, elə deyil. Amma burada məsəl üçün dəqiqəni biz özümüz tapmalıyıq. Yəni 20-30, yəni bu aralıqda hər hansı bir dəqiqə alınacaq bizə. Bunun üçün nə edirik? Deməli N-imiz 160-dır. Yerinə qoyaq. N-imiz 160-dır. N0-ımız 5-ə bərabərdir. Vurulsun 2 üstü N. 160'ı 5'e böləndə eləyir 32. 2 üstü N də 32. Deməli N də nəyə bərabərdir? N 5'e bərabər imiş. 5 dənə nəsil var. Bizim belə bir düsturumuz var idi. Nəsil sayını tapmaq üçün biz T-ni bölürdük, ümumi zamanı bölürdük 20 və ya 30'a. İndi biz 20 ilə 30 ilə yox, biz burada bilmirik nəyə bölmək lazımdır. X yazırıq. Deməli, N-imiz nəyə bərabərdir? Burada aldıq ki, N-imiz 5'ə bərabərdir. 5 bərabərdir. T-mizi veribdir 110 dəqiqə. Aha, burada X-ə bərabərdir. X də eləyəcəkdir 110'u 5'ə böləndə 22 dəqiqə. Yəni, burada 20-30 dəqiqədən bir verməyib də 22 dəqiqə ilə bölünürlərmiş. Ona diqqət yetirin. Aha. Davam eləyək. 12-ci sual. İnsan ödü haqqında hansı ifadə doğru deyil? Tərkibində eritrositlərin parçalama məhsulları daxildir. Düzdür. Eritrositlər qaraciyərdə parçalanır. Qaraciyər və dalaqda parçalanırdı. Elə deyil. İndi biz qaraciyəri götürək. Öd də harda hazırlanır? Qaraciyərdə hazırlanır. Əgər eritrosit qaraciyərdə parçalanırsa, onun parçalama məhsulları istər-istəməz ödün tərkibinə daxil olacaq. Çünki qaraciyəri ödü hazırlayan da qaraciyərdir, eritrositi parçalayan da qaraciyərdir. İstər-istəməz ikisi eyni orqanda olanda qarışırlar da, belə deyim. Ona görə daxildir. Qaraciyərdən nazik bağırsağa axır. Bəli, bu da doğrudur. Qaraciyərdən nazik bağırsağa axır. Öd kisəsindən nazik bağırsağa, bəli, bu da doğrudur. Yəni öd kisəsindən nazik bağırsağa axır, həmçinin qaraciyərdən nazik bağırsağa axır. İkisi də doğrudur. Bağırsaqların hərəkətini sürətləndirir. Bəli, öd bağırsaqların peristaltikasını, hərəkətini sürətləndirir. Yağların kimyəvi həzmini həyata keçirir. Xeyr, niyə? Mexaniki həzmini həyata keçirir. Burada diqqətli olun. 10-cu sinifdə ilk bölmələrdə olmalıdır. Orada mexaniki həzm, kimyəvi həzm, öd, yağın parçalanması verilmişdi. O şəkildə diqqət yetirərsiniz 10-cu sinifdə. Kimyəvi həzmini yox, yağların mexaniki həzmini həyata keçirir. Niyə kimyəvi həzmini həyata keçirə bilmir? Çünki öd hər hansı bir ferment hazırlamır ki, o yağı kimyəvi parçalasın. Ancaq mexaniki parçalaya bilər. Ona görə də burada doğru olmayan Y variantı edəcəkdir. 13-cü sual. Həcmi A mm kub olan insan spermasında spermatozoidlərin minimum sayı verilibdir və qanında eritrositlərin maksimum sayını hesablamalıyıq biz. Ümumilikdə yadınızda saxlayın. Kitabda verilib ki, 1 kub millimetr qanda 20 və ya 200 milyon spermatozoid, daha doğrusu üzr istəyirəm, 1 kub millimetr spermada 20-200 milyona yaxın, minimum 20, maksimum 200 milyona yaxın spermatozoid olur. Aydındır, 1 kub millimetrdə 20 və ya 200 milyon. Bizdən minimum soruşduğuna, minimum sayı dediyinə görə burada 200'ü atırsınız, ancaq 20 ilə gedəcəyik. 1 kub millimetrdə əgər 20 milyon spermatozoid varsa, A kub millimetrində də 60'dır. A'mız deməli nəymiş? 3 imiş. A 3 kub millimetrə bərabərdir. İndi qanında eritrositlərin maksimum sayı, indi eritrositə görə hesablayaq. Biz bilirik ki, 1 kub millimetrdə nə qədər eritrosit var? 4-5 milyon eritrosit var. Maksimum dediyinə görə 4'ü bir qırağa atırıq, 5 ilə hesablayacaq, elə deyil. Əgər ki 1 kub millimetrdə 5 milyon eritrosit varsa, 3 kub millimetrdə də nə olacaq? 15 milyon eritrosit olacaq. Doğru cavabımız A variantı. 14-cü sual.
Azxantroplar pitekantroplardan fərqli olaraq daşdan müxtəlif əmək alətləri hazırlayırdılar. Xeyr, dəri paltar geyinirdilər. Bəli. Azxantroplar dəri paltar geyinirdilər. Yəni burada izah ediləsi bir şey yoxdur. Siz özünüz bunu kitabdan oxuyaraq, daha diqqətli oxuyaraq bilə bilərsiniz. 15-ci sual. Bəzi balaca quşlar öz yuvalarını qartal yuvalarının yanında qururlar. Qartal onları yemir. Onlar qartal hesabına yırtıcılardan qorunur. Bu zaman qartal ilə həmin quşlar arasında hansı münasibətlər formalaşır? Baxın, burada fikir verin. Quşlar qartaldan istifadə edir, yaxşı mənada istifadə edir. Qartala isə heç birinə ziyanı dəyir, bunun nə xeyri dəyir. Amma balaca quşlara xeyri dəyir, elə deyil. Bir tərəf əgər xeyir görür, bir tərəfə də heç bir təsiri olmursa, buna nə deyirdik? Kommersializm deyirdik. 16. Adi gicitkənin xarici görünüşdə yandırıcı gicitkəni xatırlatması ikinci növ maskalanmadır. Baxın, birinci növ maskalanma bilirsiniz nədir? Bir canlının özünü hər hansı bir hərəkət edə bilməyən canlıya oxşatması. Məsələn, orada dəvədəlləyi göstərilmişdi. Özünü ağac budağına bənzədirdi. Amma ikinci növ maskalanma isə hər hansı bir zərər verə bilməyən bir orqanizmin özünü zərər verə bilən bir orqanizmə bənzətməsi isə ikinci növ maskalanmağa aiddir. Burada da adi gicitkən xarici görünüşdə özünü zərər verə bilən yandırıcı gicitkənə bənzədir. 17-ci sual. İnsanda daxili sekresiya vəzlərinin sayı. Baxın, boyun nahiyəsində yerləşən. Boyun nahiyəsində hansı daxili sekresiya vəzləri var? Deməli, 4 ədəd qalxana bənzər ətraf vəzlər və 1 ədəd qalxana bənzər vəzi. Ümumi 5 ədəd qalxana bənzər ətraf vəzlər və qalxana bənzər vəzi yerləşir. Döş boşluğunda yerləşən isə daxili sekresiya vəzi 1 ədəddir. O da timus vəzidir. Bunların da cəmi eləyəcəkdir 6. Doğru cavab D variantı. 18-ci sual. İnsanın baş beynindən çıxan sinirlərdən 3 cütü hissi, 5 cütün isə hərəkə olduğunu nəzərə alaraq mərkəzi sinir sistemindən çıxan sinirlərin təxminən neçə faizinin qarışıq sinir olduğunu hesablayın. Baxın, mərkəzi sinir sistemi nədən ibarətdir? Baş beyindən və onurğa beynindən ibarətdir. Mərkəzi sinir sistemi baş beyin və onurğa beynindən ibarətdir. Baş beyindən 12 cüt sinir çıxır, onurğa beynindən 31 cüt sinir çıxır. Ümumi deməli nə qədərdir? 43 cüt sinir çıxır. Amma bizə deyir ki, mərkəzi sinir sistemindən çıxan sinirlərin təxminən neçə faizinin qarışıq sinir, yəni bizə qarışıq sinir lazımdır. Bu 12 cütün 3 cütü hissidirsə, 5 cütü hərəkidirsə, yerdə neçə cütü qaldı? 4 cütü qaldı. 4 cütü də deməli qarışıq imiş. Bu 31-in isə hamısı qarışıqdır. 31 cütün hamısı qarışıqdır. Yəni onurğa beynindən yalnız 31 cüt qarışıq sinir çıxır. Ona görə bunu da götürürük. Deməli 31 plus 4, 35 cüt ümumi qarışıq sinir var. Faizlə soruşduğuna görə bunu da tapanda eləyəcəkdir 81,4%. Doğru cavab eləyəcək A variantı 18-ci sualda. 19-cu sual. Hansı xromosom mutasiyasıdır? Down sindromu, Edwards sindromu, Shershevski-Turner və Patau. Yadınızda saxlayın. Bax bu 4-ü. Xromosom sayı dəyişirsə əgər, məsəl üçün Down sindromunda 21-ci cüt xromosom sayının dəyişməsi, Edwards'da 18 idi. Shershevski-Turner sindromu, yəni qadın, yəni ümumiyyətcə əgər qısacası xromosom sayı dəyişirsə, bu aiddir genom mutasiyasına. Əgər xromosomun forması, quruluşu dəyişirsə, bu aiddir xromosom mutasiyasına. Təkrar edirəm. Əgər ki, xromosomun sayı dəyişirsə, genom mutasiyası. Amma xromosomun forması dəyişirsə, bu elə xromosom mutasiyası olacaq. Burada Lejen sindromu, pişik çığırtısı sindromu deyirlər ki, 5-ci xromosom sahəsinin itməsi nəticəsində, yəni xromosom sahəsinin daha doğrusu itməsi nəticəsində yaranır. Yəni quruluş dəyişir. Ona görə də doğru cavabımız Y variantı olacaq. Digərlərinin hamısında say dəyişir, amma Lejendə isə quruluş dəyişir. Quruluş dəyişəndə xromosom mutasiyasına aid olur. Say dəyişən genom mutasiyasına aid olur. 20-ci sual. Mitoxondri var, amma hüceyrə tənəffüsündə iştirak etmir. Göy yaşıl yosunda ümumiyyətcə mitoxondri yoxdur, çünki prokaryotlara aiddir. Prokaryotlarda da mitoxondri olmur.
Xlamidamanadı. Xlamidamanadı yosundur. Bəli, mitoxondri var. Hüceyrə tənəffüsündə də iştirak edir, çünki oksigen lazımdır. Həmçinin şampinyon göbələyi də aerobdur, yəni oksigen lazımdır bunlara. Yetkin öküz soliteri. Cavabımız öküz soliteri olacaq. Çünki yetkin öküz soliterində mitoxondri var. Amma öküz soliteri parazit olduğuna görə oksigensiz mühitdə yaşayır. Ona hüceyrə tənəffüsü lazım deyil, oksigen lazım deyil. Ona görə D variantı olacaq. Qaraciyər sorğusunun kirpikli sürfəsində isə kirpikli sürfə, bax qarışdırmayın. Qaraciyər sorğusu özü parazitdir, amma onun kirpikli sürfəsi ətraf mühitdə yaşayır. Ona oksigen lazımdır. Ona görə də D variantı olacaq. 21-ci sual. Çay xərçəngində xitin dişçiklər yerləşir. Mədənin bilavasitə qida borusu ilə birləşmiş şöbəsində, bəli. Çay xərçənginin 2 dənə şöbəsi var idi. Biri bunun çeynəyici, yəni belə deyək, üydücü şöbə, digəri isə süzücü şöbə idi. Birinci üydücü şöbə gəlir, orada xitin dişçiklər yerləşir və üydücü şöbə böyük şöbədir. Sonra gəlir nisbətən kiçik şöbə olan süzücü şöbə. Burada artıq xitin dişçiklər yox, xitin lövhəciklər yerləşir. İndi mədənin bilavasitə qida borusu ilə birləşmiş şöbəsi elə üydücü şöbədir. Yəni qida borusundan mədəyə keçirsə, mədənin birinci üydücü şöbəsinə keçəcək. Elə üydücü şöbəsində də xitin dişiciklər yerləşir. Doğru cavab edəcəkdir A variantı. Bir də burada C variantında mədənin kiçik şöbəsi deyəndə süzücü şöbə nəzərdə tutulur. Həmin o mədənin böyük şöbəsidirsə, siz onda götürürsüz, deməli, xırdalayıcı şöbəni, çeynəyici şöbəni götürürsünüz, xırdalayıcı şöbəni. Amma əgər kiçik şöbədirsə, o zaman da süzücü şöbəni götürürsünüz. 22-ci sual. Postembrional inkişafında tənəffüs orqanlarının daha çox müxtəlifliyinə rast gəlinir. Postembrional inkişaf nə idi? Yumurtadan çıxdıqdan sonraki inkişafı postembrional inkişaf adlanır, elə deyil. İndi çömçək baxın, qurbağa olacaq burada cavab. Niyə? Çünki birinci yumurtadan çıxanda çömçək quyruq əmələ gəlir. Çömçək quyruq qəlsəmələrlə tənəffüs edir. Sonra bu get-gedə başlayır ağciyərlər yaranmağa. Sonra bunda dəri tənəffüsü də var. Həm ağciyər, həm qəlsəmə, həm də dəri tənəffüsü. Üçü də var bu qurbağada. Yəni ona görə də A variantı edəcəkdir. 23-cü sual. Normal həyat dövranında hansı helmintlərin yetkin fərdləri insan bədənində parazitlik edə bilər? Siz bu şərtdə birinci nəyə diqqət yetirməlisiniz? Sizin seçəcəyiniz canlılar birincisi helmint olmalıdır, yəni parazit qurd olmalıdır. İkincisi isə yetkin fərdləri insan bədənində parazitlik etməlidir. Sürfələri yox, yetkin fərdləri. İndi baxaq, exnikok. Exnikoku götürməyəcək. Niyə? Düzdür, helmintdir, amma exnikokun yetkin fərdi yox, sürfəsi insanda parazitlik edir. Amma bizə yetkin fərd lazımdır, ona görə götürməyəcək. İkinci, öküz soliteri. Bəli, öküz soliterinin yetkin fərdi insanın nazik bağırsağında parazitlik edir, həmçinin də helmintdir. Ona görə də 2-ni götürəcək. Qaraciyər sorğusu. Bəli, qaraciyər sorğusu da helmintdir, yetkin fərdləri də insan bədənində parazitlik edir. Çünki əsas sahibi, yəni əsas sahibi insandır, onu demək istəyir. Üçü də götürəcək. Ankilostoma. Ankilostomanı da götürəcək. Bu da elə deməli neçəkili qurdlara aiddir. İnsanın yenə nazik bağırsağında parazitlik edir. Nereid. Xeyr, nereid ümumiyyətcə parazitlik eləmir, yəni insanda. Toksoplazma. Toksoplazma qurd deyil, yadınızdan çıxarmayın. Bunu qarışdırmayın. Toksoplazma bir hüceyrəli heyvanlara aiddir. Ümumiyyətcə bu heç qurd deyil. Qaldı ki, parazitlik etmək. Ona görə 2, 3, 4 doğru cavabımız olacaq. Davam eləyək. Psilofitlər. Deməli, psilofitlər bilavasitə mamır kimlərə başlanğıc veriblər? Xeyr, psilofitlər qıcı kimlərə başlanğıc veriblər? Ağızcıqlara malik olublar. Bəli, doğrudur. Torpağa rizoidlər vasitəsilə bərkiyiblər. Doğrudur. Mexaniki örtük və ötürücü toxumalara malik. Bəli, 2 dəfə bunlar da əmələ gəlib. Doğrudur. Sporlu bitkilərlə toxumlu bitkilər arasında keçid. Xeyr, yanlışdır. Psilofitlər yosunlarla sporlu bitkilər arasında keçid formadır. Sporla toxumlu bitkilər arasında yox. İlk su bitkiləri olub, ağaca və ota bənzər formalı. Xeyr, ilk su bitkiləri yox. Psilofitlər ilk quru bitkiləri olub. Ona görə 2, 3, 4. 25-ci sual. Cinsiyyət vəzinin yetişmə şəkildə deməli göstərilibdir toyuq. Cinsiyyət vəzinin yetişmə mərhələsindən keçən ilkin cinsiyyət hüceyrələrinin sayı 5-dir. Biz burada reduksiyon bölünmədə əmələ gələn kiçik hüceyrələrdə autosom xromosomlarının cəm sayını tapmalıyıq. Deməli, əgər ki 5 hüceyrə daxil olubsa, 20 dənə hüceyrə əmələ gələcək. Elə deyil. Yəni bir hüceyrə daxil olanda 4 dənə əmələ gəlirsə, 5 hüceyrə daxil olanda 20 hüceyrə əmələ gələcək. Bu 20 dənə və 5 hüceyrə daxil olanda 5 dənə də qamet əmələ gəlir. Əgər söhbət toyuqdan
söhbət gedirsə, bir hüceyrə daxil olanda bir dənə qamət əmələ gəlirdisə, 5 hüceyrə daxil olanda da 5 dənə qamət. Yəni 20-nin 5 dənəsi qamət olacaq, 15 dənəsi isə yönəldici cisimcik olacaq. Və toyuqlarda xromosom dəsti 2n bərabərdir 78, n də bərabərdir 39-a, 39-un da 38-i autosomdur, bir dənəsi isə cinsiyyət xromosomudur. Bizdən soruşur ki, kiçik hüceyrələrində autosom. Kiçik hüceyrələr, yəni sizdən yönəldici cisimcikləri soruşur. 15 dənə yönəldici cisimcik varsa, bunlarda 31 dənəsində də 38 autosom varsa, 15 dənəsində də 15 vurulsun 38, 570 autosom edəcək. Cavab 570. Aha, belə. Davam eləyək. Tozcuq borusu əmələ gəlmir. Baxın, çoxunuz tozcuq sözünü görüb, ola bilər ki, bəzi uşaqlar, abituriyentlər qarışdırır. Tozcuq borusu erkəkdə, yəni tozcuq sözünü görüb erkək yadınıza gətirməyin də. Burada tozcuq borusu sözünə də diqqət yetirin. Tozcuq borusu əmələ gəlmir deyir. Söyüdün sarımtıl çiçəkləri, bəli, əmələ gəlmir. Niyə? Çünki söyüdün sarımtıl çiçəkləri erkək çiçəklərdir. Tozcuq özü erkəkdə əmələ gəlir, amma tozcuq borusu dişidə əmələ gəlir. Ona görə biri götürəcək, çünki əmələ gəlməyən soruşur. Söyüdün yaşıl çiçəkləri dişi çiçəklərdir. Bunlarda da tozcuq borusu əmələ gəlir, ona görə atırıq. Günəbaxanın dilcik şəkilli çiçəkləri, bunu da götürəcək. Çünki günəbaxanın dilcik şəkilli çiçəklərində ümumiyyətcə nə erkəkcik yoxdur, nə dişicik yoxdur. Yəni heç tozcuq borusu heç yanda əmələ gəlmir, ona görə götürdük bunu. Sonra eşək qanqalının boru şəkilli çiçəklərində dişicik var, ona görə tozcuq borusu əmələ gəlir, bunu da atırıq. Qarğıdalının süpürgə çiçək qrupunun çiçəklərində, qarğıdalının süpürgə çiçək qrupunun çiçəkləri erkək çiçəklərdir. Erkək çiçəklərdə tozcuq borusu əmələ gəlmir, bunu da götürürük. Qarğıdalının qıça çiçək qrupu dişi çiçəklərdir, onu desəydi, onu da götürə bilər, onda əmələ gələrdi yəni. Zəncirotunun dilcik şəkilli çiçəkləri, bəli. Zəncirotunun dilcik şəkilli çiçəklərində həm erkəkcik var, həm dişicik var. Əsas da dişicik olduğuna görə tozcuq borusu da əmələ gələcəkdir. Ona görə doğru cavabımız 1, 3, 5 edəcək. Davam edək. Uyğunluğu müəyyən edin. Həm dişi, həm erkək qamətlər əmələ gəlir, yalnız dişi qamətlər əmələ gəlir, qamətlər əmələ gəlmir. Deməli, quş mamrının protonemasında ümumiyyətcə qamətlər əmələ gəlmir, yadınızda saxlayın. Üzərində arxegoni olan quş mamrında, arxegoni nə deməkdir? Yəni, dişi cinsi hüceyrələr yaranır da, arxegoni. Üzərində arxegoni olan quş mamrında yalnız dişi qamətlər əmələ gələcəkdir. 2-yə aiddir B variantı. Qatır quyruğu, burada qatır quyruğunun yaşıl zoğunda qamətlər əmələ gəlmir. Üzərində anteridi olan quş mamrı, anterid də erkəyə aiddir. Ona görə də bu ümumiyyətcə heç birinə aid deyil. Çünki variantda yalnız erkək sözü yoxdur. Ona görə D-ni heç birinə aid eləmirik. Erkək qıcının protalında. Erkək qıcından söhbət gedirsə, erkək qıcının ümumiyyətcə protalında həm dişi, həm də erkək qamətlər əmələ gəlir. Y var. Yəni burada erkək yazdığına çaşmayın da. Yəni bu ifadəyə çaşmayın. Erkək qıcının protalında ümumiyyətcə söhbət qıcıdan gedir. Həm dişi, həm də erkək qamətlər əmələ gəlir. Fərqi yoxdur. Davam eləyək. Deməli, situasiya tapşırığımız. Deyir ki, həkim müayinəsindən keçən insanda Klinefelter sindromu aşkarladı. Klinefelter sindromunda necə olurdu? 44 plus X, Y. Yəni, cinsiyyətcə erkək olurdular, amma yəni 2 dənə X olurdu. Deməli, Klinefelter sindromunu aşkarladı. Onun A orqanında qandakı zəhərli maddələrin əksər hissəsi zərərsizləşdirilir və qlikozanın artıq hissəsi glikogenə çevrilərək ehtiyat halında saxlanılır. Bu prosesi yerinə yetirən hansı orqandır? Qaraciyərdir. Qaraciyər zəhərli maddələri zərərsizləşdirir və glikozanı glikogenə çevirir. Deməli, A qaraciyər. Sonra deyir ki, B orqanında isə qanın damarlar üzrə hərəkət ardıcılığı arteriya, kapilyer, əsas bura fikir verin, arteriya, kapilyer, arteriya olan böyrəkdir. Deməli, B də böyrəkdir. İndi baxaq görə 28-ci sualımızda nə deyilir? Qanın formalı elementlərinin sayının normada olduğunu qəbul edərək B orqanına daxil olan qanın 100 millisində X xromosomlarının minimal sayını hesablayın. Cavabın həlini yazmaqla əsaslandırın. Baxın, X xromosomu olması üçün biz birinci bilməliyik ki, söhbət hansı qanın formalı elementindən gedir? Deməli, qanın hansı formalı elementləri var idi? Eritrositlər, leykositlər, trombositlər.
Bizə indi sizcə bunlardan hansı lazım olacaq? X xromosomu. Xromosom nəyin içində olur? Nüvənin içində olur. Elə deyil. Nüvəsi olan, eritrositin nüvəsi yoxdur, trombositin nüvəsi yoxdur. Deməli, söhbət leykositdən gedir. Söhbət leykositdən gedir. Leykosit üzərində işləyəcək. Deməli, B orqana daxil olan qanın, yəni leykositin 100 millisində X xromosomların minimal sayını hesablayın cavabını. Deməli, birinci nə edirik? Ümumilikdə 1 kub millimetr qanda nə qədər leykosit var? 4000 və yaxud da ki 10.000 leykosit olur. Elə deyil. Biz indi ilk öncə bu 100 millini kub millimetrə çevirməliyik. Bu da eləyir 100.000 kub millimetr. 100.000 kub millimetr edəcəkdir. Əgər 1 kub millimetrdə minimum soruşur, yox, minimal sayını hesablayın. 1 kub millimetrdə minimum əgər 4000 leykosit varsa, o zaman 100.000'in də nə qədər olacaq? Bunu da 4000'ə vuranda 400 milyon. 400 vurulsun 10 üstü 6. Elə deyil. Söhbət hansı şeydən gedirdi? Deməli, sindromundan. Klinefelter. Klinefelterdə neçə dənə X xromosomu var? Yəni bir dənəsində neçə dənə X xromosomu var? 2 dənə. Ona görə də siz bu aldığınızı 2'yə də vurmalısınız. Vurulsun 2. Eləyəcək 800 vurulsun 10 üstü 6. Cavabımız belə eləyəcək. Yəni deməli biz burada nə etdik? Əvvəlcə qanın hansı formalı elementindən söhbət getdiyini tapdıq. Nüvəsi olan lazım idi bizə. Çünki xromosom nüvəsi olanda olacaq da, elə deyil. Tapdıq leykositi. Sonra 1 kub millimetrdə nə qədər leykosit olduğunu zaten kitabda yazılmışdı. 4000 və maksimumda 10.000. Bizə minimal soruşduğuna görə 4000'dən hesabladıq. Əgər 1 kub millimetrdə 4000'dirsə, 100.000'də də 400 vurulsun 10 üstü 6 eləyəcək. Və belə deyək də, nüvədə Klinefelter sindromunun bir nüvəsində əgər 2 dənə X varsa, çünki 44 plus XX olduğuna görə, 44 plus XXY 2 dənə X olduğuna görə, bu 400 bir dənəsinə görədir. Ona görə 2'yə vurmalısın. Eləyir 800 vurulsun 10 üstü 6. Sonra 29-cu sualımıza baxaq. B orqanı ilə B orqanını nə almışdıq? Böyrək. B orqanı böyrək idi. Eyni bədən boşluğunda yerləşən endokrin sistemə aid olan vəzlərin adı. Baxın, böyrəklərlə eyni bədən boşluğunda yerləşən hansılardır? Bir, böyrək üstü vəzlərdir. Yəni, söhbət qarın boşluğundan gedir. Böyrək üstü vəzlər, böyrək üstü. Bir də mədə-altı vəz. Mədə-altı vəz də qarın boşluğunda yerləşir. Yaxşı yaza bilmədim, yəni özünüz başa düşərsiniz da. Deməli, böyrək üstü vəzləri 2 dənə olacaq. Saylarını da soruşur. Mədə-altı vəzli 1 dənədir. Qanı B orqanına bilavasitə gətirən damarın adı. B orqanı hansıydı? Böyrək idi, elə deyil. Qanı böyrəyə nə gətirir? Böyrək arteriyası. Adı üstündə. Arteriya qanı böyrəyə gətirir. Deməli, böyrək arteriyası damarımızın adı olacaqdır. Böyrək arteriyası. Sonra 30-cu sual. Eritrositin B orqanına gedib çatması üçün A orqanından hansı damarla çıxdığını və ürəyin kameralarından hansı ardıcıllıqla keçdiyini müəyyən edin. B orqanı böyrək, A orqanı qaraciyər. A orqanından hansı damarla çıxmalıdır ki, böyrəyə çatsın? Deməli, qaraciyərdən qaraciyər venası ilə çıxacaq. Qaraciyər venası ilə qaraciyərdən çıxacaq. Deməli, olacaq qaraciyər venası. Birinci cavabı qaraciyər venası. Və ürəyin kameralarından hansı ardıcıllıqla keçdiyini. Birinci töküləcəkdir sağ qulaqçığa. Ürəyin sağ tərəfinə. Sağ qulaqçıq. Sonra töküləcək sağ mədəciyə. Sağ mədəcik. Oradan sol qulaqçıq. Sonra da sol mədəcik. Bu istiqamət, deməli, birinci cavabı olacaqdır qaraciyər venası, ikinci də sağ qulaqçıq, sağ mədəcik, sol qulaqçıq və sol mədəcik olacaq. Belə, əgər burada qaranlıq qalan, başa düşmədiyiniz hər hansı bir sual və yaxud da ki, nüans oldusa, şərhlərdə yazarsınız. Mən onu sizə yenidən izah eləyəcəm. Sağ olun.